korrupsiyaya görə, dövlət əmlakının yeyilməsinə görə bu olmalıdır da. Baxın, mən sizə bir şey deyim. Adam bizdə var da dostlarımız, məsələn, MMC açırlar falan. Nəsə iş görəndə məcbursan MMC açmaq. Məsələn, adi bir şey satırlar. 2000, 3000 dövlət vergiləri də ölənə qədər onların üstündədir. Hara gedirlər vergi qabaqlarını açır. Bu 2000-ə, 3000-ə görə və yaxud da maska cəriməsi var. Hələ də maska cəriməsini ödəmədiyinə görə zəngilər alan adamlar var. Yəni yaxşı, bizdə 100 manat, 10 manat, 1 manat, hətta bir də görsən kreditə bir nəsə götürürsən, yazır ki, sizin 30 qəpik deyirsən, bədbax olub. Bu SMS-in qiyməti 30 qəpikdən bahadır da. Bunu nə mənə görə? Görürsünüz, bizim 1 qəpik də bizim borclu olmağımız mümkün deyil. Amma məmurlar nəinki qəpiklər, milyonlardan gedir söhbət. Biz indi məsələn, siz eşitsəz ki, hansısa nazir 500 bin rüşvət edir, deyəcəksiniz, əşkdir. Bunu heç deməyə ehtiyac yoxdur. Yəni biz özümüz elə qəbul eləmişik. Amma 500 min... Bəlkə də biz daha belə aşırı böyük məbləğlər görmüşük. Ona görə deyək ki, kimsə 500 min yeməz, halal xoş olsun. Bizi öyrəşdiriblər. Ta Rəsul Quliyevin dönəmindən deyir, Rəsul mənim saatınız deyir, bilmirəm nədir, o Mirşahin verişinə var. Deyir, bu saat neçə milyon Rolex-dir falan. Ondan bizim gözümüz öyrəşir. Biz onda gərək Rəsul müəllimi oradan gətirdirəydi, burada həbs eləyərdi, sən xeyr ola xalqın pulunu yiyirsən falan.